progress through the attention given to chess. Thanks to state support, Azerbaijan has hosted the most significant Olympiad in the history of Azerbaijani chess. Let's now recall some of the unforgettable moments in Azerbaijani chess. Əziz dostlar, bu ilki turnirdə yarışan ən gənc iştirakçının 6-7 yaşları, ən yaşlı şahmatçının isə 80-dən çox yaşı var idi. Bununla şahmat müxtəlif yaşlı olan zəka sahiblərini növbət dəfə bir araya gətirdi. Interestingly, the youngest participant in Baku Open was just 6 years old, while the oldest was over 80. Once again, chess has united brilliant minds across generations. İndi isə sizi Baku Open 2025-ə həsr olunan video icmala baxmağa dəvət edirik. 9 gün ərzində bu gözəl məkanda yaşanan anları bir daha xatırlayaq. Now, we invite you to watch a video overview dedicated to Baku Open 2025. Let's remember the moments that took place in this beautiful venue over the past 9 days.
birbirindən maraqlı anları yenidən xatırladıq. İndi isə çıxış üçün dəvət olunur Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov. And now we give the floor to Mahir Mammadov, President of the Azerbaijan Chess Federation. Əziz və hörmətli Leyla xanım, hörmətli Kirsan Nikolayevич Ölümcünov, 46-cı FİDE prezidenti, hörmətli Anar müəllim, hörmətli cənab nazir Fərid müəllim, hörmətli Yusuf müəllim, hörmətli qonaqlar, hörmətli cənab səfir, əziz iştirakçılar, əziz valideynlər, təşkilat komitəsinin üzvləri, təhlükəsizlik xidmətinin üzvləri, bütün könüllülər. Sizlərin hamınızı bugün burada Bakı Open növbəti Chess Festivalının, Beynəlxalq Chess Festivalının bağlanış mərasimində səmimi qəlbdən təbrik edib və iştirakınız münasibətilə sizlərə çox sağ ol demək istəyərdim. Son günlər Bakı Crystal Hall'un daxilində, içərisində bizim bu gözəl media mərkəzdə həyəcanla, gərgin mübarizələrlə, gərgin partiyalarla dolu, şahmat taxtası arxasında ədalətli və gərgin oyunlarla yadda qaldı. Mən bu münasibətlə təşkilat komitəsinə minnətdarlıq bildirmək istəyirəm və o cümlədən də bu gözəl Crystal Hall'un rəhbərliyinə, menecmentinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, belə gözəl şərait bizim üçün yaradıldı. Artıq neçə illərdir, 2016-cı il 42-ci Şahmat Olimpiyadasından başlayaraq biz Crystal Hall'ı şahmatçılar üçün bir doğma bir yer kimi, doğma bir ev kimi qəbul edirik və o cümlədən də mən fürsətdən istifadə edib bizim Beynəlxalq Şahmat Festivalı çərçivəsində biz daha bir yarış keçirildi. Azərbaycanın Milli Xalça Muzeyində dünya çempionları ilə Azərbaycan çempionlarının bir savaşı oldu, bir mübarizəsi oldu və bu münasibətlə həm də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, o cümlədən Xalça Muzeyinin rəhbərliyinə öz dərin təşəkkürümüzü, minnətdarlığımı bildirmək istərdim. Dear Leyla Hanım, dear Mr. Kirsan Nikolayevich, dear Minister of Youth and Sports, Mr. Farid Gaibov, dear Ambassador, dear participants, parents and arbiters, distinguished ladies and gentlemen, dear friends, I am very delighted to greet you today at the closing ceremony of the Baku Chess Open Festival. The past 9 days were full of excitement and emotions. We observed lots of uncompromised and fair play clashes over the chess boards. I am thankful for this to the organizing committee and to the management of the Crystal Hall that since 2016 has become the house of different chess competitions. Also, within the Baku Open 2025, there were the Battle of Champions at the National Carpet Museum of Azerbaijan. And also here I would like to thank the Ministry of Youth and Sports for their big support. Thank you very much. Deməli, belə gözəl yarışda, belə gözəl təşkil olunmuş bu Beynəlxalq Festivalda mən birinci növbədə iştirakçıları qeyd eləmək istərdim. Əlbəttə, iştirakçıların burada olmağı, bu sayda olmağı və bu yarışa bu cür qatılmaqları bizim üçün ən vacib amillərdən biridir. Burada bildiyimiz kimi biz festival deyiriksə, bütün yaş kateqoriyaları və o cümlədən veteranlar bu yarışda öz iştirak etmişdilər. Deməli, gənc şahmatçılar 8, 10, 12 yaş kateqoriyalarında, o cümlədən veteranlar 50 plus və 60 plus kateqoriyalarda və böyük şahmatçılar, yaşlı şahmatçılar A və B qruplarında çıxış edilmişdilər. 700-dən çox şahmatçı bu yarışda çıxış edirdi, bu bizim rekordumuzdur. Biz gələcəkdə əlbəttə Crystal Hall'un rəhbərliyi ilə və Azərbaycan Şahmat ölkəsinin nüfuzuna əsaslanaraq fikrimiz var ki, bu iştirakçıların sayı yaxın gələcəkdə 1000-dən artıq eləyək, müəyyən bir rekorda nail olaq. For this magnificent performance, I should first of all like to thank the participants of Baku Open Chess Festival, chess players of all categories, juniors of age 8 to 12, veterans, experienced masters of groups A and B.
Almost 700 players of both nominations, from top masters to novices, took part in the tournament in total, and this makes the event a very special one. In the nearest future, we will be targeting to make this number a record 1,000 or even more. Həm Azərbaycan şahmat sevərləri üçün, həm bizlər üçün, şahmatçılar üçün, o cümlədən bütün dünyada hamı müşahidə edir ki, bizim bu şahmat festivalının açılışında FİDE'nin indiki prezidenti, 7-ci prezidenti Arkadi Dvarkoviç çıxış eləmişdi. İndi bağlanış mərasiminə FİDE'nin 6-cı prezidenti, 23 il şahmat ailəsinə dünyada, ümumdünya başçılıq edən Kirsan İlümjinov qatılıb. Biz ona minnətdarlığımızı bildirmək istəyirik bir daha və demək istəyirik ki, bu dünyada şahmatın idarəçiliyinin necə etibarlı və düzgün əllərdə olmağını bir daha sübut edir. Ardıcıllığı, nəsillərin ardıcıllığını, idarəçiliyin ardıcıllığını bir daha nümayiş elətdirir və bu şəxslərin simasında şahmat son illərdə, son 20-30 illərdə ancaq durmadan inkişaf edir və dünyada siyasi, üzr istəyirəm, mədəni və bir idman möcüzəsinə çevrilib. It was remarkable for all chess lovers to see that our tournament's opening ceremony is attended by current FIDE president, Mr. Arkady Dvarkovich, while at the closing ceremony we are honored by presence of our dear and highly respected friend, Kirsan Ilumjinov, who was leading the main chess body of the planet for 23 years prior to Mr. Dvarkovich. I'm strongly convinced that during both Ilumjinov's and Dvarkovich's times, chess has sustainably evolved into sports and cultural phenomenon of a global significance. Mən Leyla xanıma bura təşrif buyurduğuna, bizim şahmatçıları sevindirərək gəldiyinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bizim hamımızın, biz şahmatçıların, şahmat sevərlərin yadındadır ki, 2016-cı ildə Azərbaycanda 42-ci şahmat olimpiyadası baş verəndə Leyla xanım öz gəlişi ilə bizi tez-tez sevindirərdi. Şahmatçılarımızı və bütün şahmat izləyənləri ruhlandırardı. Və hər gəliş bizim üçün böyük, vacib bir hadisəyə çevrilərdi. Biz buna görə Leyla xanıma dərin minnətdarlığımı bildirmək istəyirik. Çox sağ olun. My special cordial thanks to Leyla Khanum, a great friend and invariable supporter of the Azerbaijan chess. We all remember how frequently Leyla Khanum visited the playing hall and other chess sites during the FIDE Olympiad in Baku in 2016, and how these visits inspired all those involved in the event, players, organizers, spectators. Thank you, dear Leyla Khanum, and thank you for attending our ceremony today. Bir daha qeyd etmək istərdim ki, Azərbaycanda şahmat durmadan dövlətin qayğısı altındadır və biz şahmatçılar bunu hiss edirik. Bu münasibətlə Əla Həzrət, cənab prezident İlham Əliyev cənablarına öz dərin minnətdarlığımızı bildirmək istəyirik. Azerbaijan chess is under continued care of our president. We are profoundly grateful to His Excellency Mr. İlham Əliyev for this. Və heç vaxt yaddan çıxarmaq olmaz və biraz bundan əvvəl göstərilən video şarkıda bunun bir daha canlı nümunəsidir. Bizim şahmatımızın uğurlarının tam əsası, bütün əsası, bünövrəsi 70-ci illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qurulub və buna görə də Azərbaycan şahmatı bugün fəxrlə deyə bilər ki, aparıcı dünya şahmat ölkələrindən biri sırasındadır. As we saw from the demonstrated video, we shall never forget that it is our national leader, Heydar Aliyev, who started the basis of the today's prosperity of Azerbaijani chess back in early 70s. Our worldwide successes in the last decades would have been impossible without this. Bir daha Gənclər və İdman Nazirliyinə durmadan göstərdiyi dəstəyə görə biz minnətdarlıq bildirmək istəyirik və bizim yarışa gəldikdə isə bütün qaliblərə A qrupu, B qrupu, xüsusilə 8, 10, 12 yaşlı uşaqlar, o cümlədən veteranlar, şanlı veteranlarımız hər birinə birinci növbədə qalibləri salamlayıram, təbrik edirəm və gələcəkdə bütün şahmatçılara şahmat taxtası arasında və həyatlarında uğurlar arzulayıram. Sağ olun.
I would also like to thank the Ministry of Sports and Youth of Azerbaijan for their help in successfully mastering this very complex event. Once again, from me personally and on behalf of the Azerbaijan Chess Federation, I would like to congratulate today the winners of the Baku Open Chess Festival, the very junior ones, the veterans players of groups A and B. Good luck. Thank you. Diqqətinizə görə sağ olun. Thank you. Əziz dostlar, dəyərli qonaqlar, bugün bağlanış mərasimində xarici ölkələrdən gələn xüsusi qonaqlarımız da var. Böyük məmnuniyyətlə mən səhnəyə dəvət edirəm. Uzun illər Beynəlxalq Şahmat Federasiyasına rəhbərlik edən Azərbaycan şahmatının dostu Kirsan İlümjinovu. And of course, today's closing ceremony is attended by guests from various foreign countries. With great pleasure, we now invite for a speech a long-time leader of the International Chess Federation and the true friend of Azerbaijani chess, Mr. Kirsan Ilumjinov. Thank you very much. Спасибо большое. Пока не выучил азербайджанский язык, по-русски немного скажу. Но слова хотел бы начать словами «Виват Азербайджан», «Виват президент Илхам Гейдарович Aliyev», «Виват шахматы». Və düzdür, Azərbaycan dilini öyrənə bilməsəm də, sözləri isə Vivat cənab İlham Əliyev, Heydər Əliyev və Vivat şahmatla başlamaq istəyərdim. Я сюда приехал сейчас как на праздник и как к себе домой. Почему? Потому что в Азербайджане любят очень сильно шахматы, и шахматы – это национальный, древний, любимый вид спорта, вид деятельности. Və bura mən sanki bayrama gəlmiş kimi gəlmişəm, evimə gəlmişəm. Nəyə görə? Çünki Azərbaycanda şahmatı o qədər sevirlər ki, artıq bu milli idmanla çevrilibdir və hər kəs onu çox sevir. Из 100 лет истории Всемирной шахматной федерации, 23 года, практически четверть века, я руководил Всемирной шахматной федерацией. Və Dünya Şahmat Federasiyasının mövcud olduğu 100 il ərzində mən özüm isə 23 il ərzində, yəni onun rəhbərliyində olmuşam. Я организовывал и посетил 16 всемирных шахматных олимпиад за свою историю, за столетнюю историю FIDE. Və həmçinin də mən 16 həm deyək ki, olimpiyadalarda həm iştirak etmişəm, həm özüm də təşkilində yaxından iştirak etmişəm. И как шестой президент FIDE хочу сказать, что самая лучшая олимпиада по организации, по проведению, по участию, по количеству участников была Бакинская Всемирная шахматная олимпиада 2016 года, которую провел Илхам Гейдарович Aliyev. Və əslində qalsa FIDE-nin 6-cı prezidenti olaraq deyərəm ki, ən yaxşı həm təşkilati baxımından və digər məsələlər baxımından ən gözəl keçirilmiş və təşkil olunmuş 2016-cı ildə Dünya Şahmat turniri idi, hansı ki, məhz ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında təşkil edilmişdir. Как президент FIDE я тоже посещал много стран, в год даже до 100 стран приходилось. About 100 countries I visited during 1 year. But one country where the government and the president support chess in the governmental level, only Azerbaijan. In 2008, Ilham Geydarovich Aliyev, the only one president in the world who signed the special degree governmental support of development chess in Azerbaijan. Və əslində qalsa, mən indiyə qədər çoxlu ölkələrdə özüm iştirak etmişəm FIDE prezidenti olaraq və bunu əminliklə deyə bilərəm ki, dünyada yeganə belə yüksək səviyyədə, hökumət səviyyəsində dəstəklənən, yəni şahmatı dəstəkləyən ölkə Azərbaycandır və onun prezidenti cənab İlham Əliyev. Hətta 2008-ci ildə şahmatın inkişafına dəstək fərmanı hazırlanmış və imzalanmışdır. И здесь действительно шахматный праздник был, шахматный фестиваль. Играли маленькие дети и уже пожилые, умудренные опытом шахматисты. Və həqiqətən də bugünkü bizim məhz tədbirimizi biz bayram adlandıra bilərik. Çünki çox gənc yaşlarından olan uşaqlardan tutmuş, veteranlara qədər iştirakçıları var. И я считаю, что вы очень счастливы, что принимаете участие и играете в шахматном турнире
именно в Баку, потому что Баку – это центр развития мировых шахмат. Və düşünürəm ki, sizin çox bəxtiniz gətirib. Nəyə görə? Çünki siz burada, Bakıda bu turnirdə iştirak etmişsiniz və Bakı isə şahmatın inkişafının mərkəzidir. Gens unus sumus vivam family. Спасибо всем, особенно Азербайджанской шахматной федерации, моему другу, брату Маиру Аскеровичу. Вы очень много делаете и сделаете для шахмат. Спасибо вам, Маир Hər Аскерович. birinizə təşəkkürümü bildirirəm. Xüsusilə Azərbaycan Şahmat Federasiyasının prezidenti cənab Mahir Məmmədova təşəkkürümüzü bildiririk. Biz də kilsənin qarşı sözlərinə qoşuluruq. Doğrudan da Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin şahmata, şahmatçılara olan diqqəti. Biz heç vaxt unutmuruq ki, şahmatçılarımız qalib gələrkən Teymur Rəcəbov, Aydın Süleymanlı və digərləri hər birinə təbrik məktubunun göndərilməsi, onların nəticələr hər zaman izlənilməsidir. Bu zalda 8 yaşından ən yuxarı 90 yaşa qədər şahmatçılarımız var. Cənab prezidentimizə alqışlarımızla təşəkkürümüzü bildirək. So let's applaud to our Mr. President for his support. Əziz dostlar, tərtib mərasiminə başlayırıq. İlk tərtibimiz 9 gün şahmatçılarımıza ikinci doğma ev kimi gözəl şərait yaradan Bakı Kristal Zal olacaq. Biz istəyirik Bakı Kristal Zalını alqış istəyik və bu arenanın direktoru Bahar Dalaşovanı səhnəyə dəvət edirik. And now, ladies and gentlemen, we Mükafatı now təqdim edəcək. would like to begin the award ceremony, and for this we would like to invite here the director of the Crystal Hall to present the awards. Mükafatı təqdim edəcək Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, ən uzun ömürlü hakim kimi Guinness Rekordlar kitabına düşən Faiq Həsənov. And also for award we invite here Mr. Faik Hasanov, who has entered the Guinness World Records, the Vice President of the Azerbaijan Chess Federation. Faiq müəllim, daha bir tərtibimiz olacaq. Faiq müəllim, zəhmət olmasa daha bir tərtibimiz olacaq. Faiq müəllimin öz statistik təcrübəsi olaraq bu gün özü elan etdiyi Baku Open'də iştirak edən ən yaşlı iştirakçı səhnəyə dəvət olunacaq. And now we'd like to invite the oldest chess player, the one who participated in Baku Open, to the stage. Şərail Abazov dəvət olur səhnəyə. Please. Şərail Abazov 90 yaşında olması baxmayaraq sona qədər mübarizə apardı. Biz alqışlarla Şərail müəllimi səhnəyə dəvət edirik. So he is 90 years old, and so we would like to invite him to the stage. Veteranların yarışı çox maraqlı idi dostlar. Son 4 ildə Şahmat Federasiyası o yarışın çox rəngarəng edib. İlk illərdə cəmi 10 iştirakçı var idi. İndi bu yarışda 40-dan çox iştirakçı var və veteranlar sözün əsl mənasında birinci uğunda mübarizə aparır. So for the last 4 years, we tried to arrange the very colorful tournaments. And before it was just 10 participants, and now it is over 40 participants of this each category. Budur şahmata sevgi, budur şahmata olan diqqət. So this is the demonstration of the love and care for the chess. Gür alqışlarınız və Faiq müəllim mükafatı təqdim edək. So let's provide the award. Biz sizi gələn ildə Baku Open'də gözləyəcəyik. We will wait for you next time, next year. Əziz
Əziz dostlar, veteranlar arasında yekun nəticələri elan edirik. Veteranlar arasında gərgin mübarizənin sonunda 3-cü yer üçün səhnəyə dəvət olunur Mehman Abbasov. So, the third place. İkinci yer dəvət olunur Asəf Abdullayev. Second place. Və birinci yer And first place Vüqar Bayramov, Sumqayıt. from Sumqayıt. Fəxri kürsüyə sizləri dəvət edirik. 40-dan çox iştirakçının yekun nəticəsi artıq elan olundu. So, the results of more than 40 participants are already known. Mükafatları təqdim edəcək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədəd Quliyev dəvət olunur. So now we'd like to invite Mr. Madad Guliyev. Üçüncü yer Mehman Abbasov. İkinci yer Asəf Abdullayev və Vüqar Bayramov. Pul mükafatı və kubok təqdim olunur. So we provide Xatirə fotosu. and also the memory photo. Qeyd edək ki, qalib şahmatçılar müxtəlif yaş kateqoriyalarına uyğun olaraq Azərbaycan Şahmat Federasiyası və Gənclər İdman Nazirliyi tərəfindən Dünya Avropa Çempionatına ezam olunur. So the winners actually get the chance to participate in the Europe chess tournament. Çox sağ olun, təşəkkür edirik. Thank you very much. Və davam edirik. 8 yaşadakı qızlar arasında gərgin mübarizə oldu. Balaca olmaqlarına baxmayaraq, hətta xal itirəndə belə çox kövrəldilər. Amma bununla belə çox bugün sevinclidirlər. Çünki onlar arasında qaliblər də var. 8 yaşlı qızlar arasında 3-cü yer dəvət olur Əminə Əmənzadə. So 8 years old girls. İkinci yer Damla Məmmədova. The second place, Damla Mehmedova. Və birinci yer 8 yaşlı qızlar arasında yarışın qalibi And the first place, Nazlı Rüstəmli. Gəlin səhnəyə, sizləri alqışlarla səhnə gözləyir. Və Əminə Əmənzadəni gözləyirik. and also Amina Vezadeh. We are waiting for you. Əziz dostlar, davam edirik. Mükafatı təqdim edəcək. Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birlik təşkiçisi və rəhbəri Leyla xanım Əliyeva dəvət olunur. So we'd like to invite to the stage Vice President of the Heydar Aliyev Foundation and also the founder of IDEA, Ms. Leyla Hanım Aliyeva.
hədiyələri təqdim olunur. So we have some presents for our winners Və xatirə fotosu, Leyla xanım sizinlə xatirə fotosu. and also photo with you. Biz xahiş edəcəyik ki, alqışlar. Təşəkkür edirik və xahiş edəcəyik qızları yola salaq, oğlanları da tərtibində bizə kömək etsin Leyla xanım. Uşaqlar sizə alqışlarla yola salırıq. 8 yaşadakı oğlanların yarışında 3-cü yer Vüqar Əlizadə. So the third place we got Alizada. İkinci yer The second place Kənan Babasoy. Birinci yer yarışın qalibi Daniel Kanavalov. and the first place Leyla xanım buyurun. Təbrik edirik və xatirə fotosu. congratulations and again photo. Təşəkkür edirik uşaqlar. Leyla xanım sizə çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Uşaqlar təbrik edirik. Congratulations. yaşadakı qızlar arasında indi nəticələr elan olacaq. 10 yaşadakı qızlar arasında gərgin mübarizədə 3-cü yer Səbirə Muradlı, Bakı, Azərbaycan. Now we invite girls of 10 years age. Third place, İkinci yer Bahar Cəfərova, Gəncə. Baku. The second place from Ganja. Və birinci yer Yang Yongping, Çin. And the first place, China. Mükafatı təqdim edir Prezident Administrasiyasının Gənclər Siyasəti və İdman Şöbəsinin rəhbəri Yusuf Məmmədəliyev. So, Xatirə fotosu. Biz xatirə fotosundan sonra Yusuf məndən xahiş edəcəyik ki, bu kateqoriyada oğlan şahmatçılarında tərtib mərasimində bizə kömək etsin. Təşəkkür ederim Yusuf müəllim. Zəhmət olmasa Yusuf müəllim səhnədə qalar. Daha bir tərtibdə zəhmət olmasa 10 yaşadək oğlanlar arasında 3-cü yer Məhəmməd Kazımzadə, Bakı. so 10-year-old boys. The third place, Baku. İkinci yer Nurlan Qənizadə, Bakı. The second place, Baku. Və birinci yer yarışın qalibi Yusif Əhədzadə, Bakı. And the first place, Yusuf Ahadzada from Baku.
Təşəkkür edirik. Thank you very much. Və davam edirik dostlar. 12 yaşda qızlar arasında mükafatçılar səhnəyə dəvət olunur. 3-cü yer Nihal Heydərli, Bərdə. And now let's welcome the winners of 12-year-old girls. 2-ci yer Sadəgül Əfəndi, Bakı. The second place. Və 1-ci yer Əsnad Baxşızadə, Bakı. First place from Baku. Mükafatı təqdim edəcək Gürcüstanın Azərbaycandakı səfiri cənab Zurab Pataradze. And now I would like to invite Ambassador Extraordinary and Plenipotentiary of Georgia to Azerbaijan, Mr. Zurab Pataradze. Təbrik edirik. Congratulations. İndi isə 12 yaşdakı oğlanlar arasında tərtib mərasiminə başlayırıq. 3-cü yer Nihat Əhmədli, Bakı. And now we invite the winners of 12-year-old boys to the stage. The third place, Baku. İkinci yer Kamran Babayev, Bakı. The second place, also from Baku. Və birinci yer Əkbər Mirzəyev, Bakı. The first place, Ekber Mirzaev from Baku. Mükafatı təqdim etmək üçün səhnəyə dəvət olunur Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov. Now I would like to invite the Vice President of Azerbaijan Chess Federation, Mr. Faik Hasanov. Yarışın qalibinə xüsusi kubok təqdim olunur. Özəl kubok. A special cup for the winner. Xatirə fotosu. And also commemorative photo, please. Təşəkkür edirik, çox sağ olun. Thank you very much. Keçirik alırıq B qrupunda qadınlar arasında tərtib mərasimindən. Çox sağ olun uşaqlar. Alqışlarla sizi yola salırıq. Thank you Hər very zaman much. fəxri kürsüdə olun. Əsas tərtiblərimiz davam edir. Keçid alırıq daha güclü qruplara və daha güclü qaliblərə. B qrupunda qadınlar üzrə 3-cü yer Ayan Hüseynli, Bakı. It's time to honor the top 3 girls of Group B. The third place from Baku. İkinci yer Zəhra Allahverdi, Mingəçevir. The second place from Mingəçevir. Birinci yer Dinara Hüseynova, Bakı. The first place, Dinara Hüseynova, Baku. Mükafatı təqdim edəcək Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dəvət olunur. Now I would like to invite Mr. Mahir Mammadov, the president of the Azerbaijan Chess Federation. Birinci yerə kifayət qədər yaxşı bir məbləğ $1500 və xatirə fotosu dostlar.
700-dən çox iştirakçının mübarizə apardığı yarışın qalibləri. Təşəkkür edirik. Thank you very much. B qrupunda oğlanların yarışında ilk üçlük səhnəyə dəvət olunur. Üçüncü yer Elvin Bayramov, Quba. Next up, the top 3 boys of Group B. Let's hear it for them. The third place from Guba. İkinci yer Zaur Bayramov, Sumqayıt. The second place, Zaur Bayramov, Sumqayıt. Birinci yer Nikolas Çikalitse, Gürcüstan. And the first place for Georgia. Mükafatı təqdim edir Azərbaycan şahmatının dostu, uzun illər dünya şahmatı rəhbərlik edən Kirsan İlimjunov. We invite Mr. Kirsan Ilimjinov to present the award. Kirsan Nikolaevich, специальный приз, который вот kubok spesialni Azərbaycan mədəniyyətinin incisi olan şəbəkə motivləri hazırlanan özəl bir kubok. Bu kubok məhz bu turnir üçün hazırlanıb. Very special cup that was actually designed especially particularly for this Baku Open 2025 tournament. Təşəkkür edirik, çox sağ olun. Əziz dostlar, 16 yaşlar arasında ən yaxşı nəticəyə layiq görülən şahmatçı səhnəyə dəvət olunur. Roman Şokdiyev, FIDE. Best U16 participant, the third place. Mükafatı təqdim edəcək Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova. Now I would like to invite Ms. Ilaha Gadimova, the chief arbiter. Təşəkkür edirik, çox sağ olun. Əziz dostlar, A qrupunda, Open'də qadınların yarışında ilk üçlük səhnəyə dəvət olunur. Üçüncü yer, A qrupunda gərgin mübarizədə, çox gərgin mübarizə, Rabi Rakshita, Hindistan. And now let's invite the winners from Group A, the third place from India. İkinci yer, Nərmin Abdinova, Azərbaycan. The second place, Narmin Abdullayev from Azerbaijan. Birinci yer artıq milli komandanda üzvü sayılan Ayan Allahverdiyeva, Azərbaycan. And the first place is also Ayan from Azerbaijan. Mükafatı təqdim edəcək Azərbaycan Respublikası Prezidentinin köməkçisi, HDL Fondunun icraçı direktoru Anar Ələkbərov. Now I'd like to invite here Mr. Anar Elekberov, the Executive Director at the Heydar Ali Foundation. Buyurun, bəli, üçüncü yer Hindistan şahmatçısı idi. Təyyarəyə gecikdiyi üçün biraz bağlanış münasibətində iştirak edə bilmədi. So our participant from India could not participate because she had flight. Bir daha alkışlayaq dostlar. Xatirə fotosu, illər sonra da xatırlanacaq şəkil və qələbə. Let's hear it for them and also the commemorative photo. Əziz dostlar, əsas yarım qrupda Open'da qalib şahmatçılar səhnəyə dəvət olunur. Üçüncü yer, Vahab Şanal, Türkiyə. The third place, Vahab Shanal from Turkey. İkinci yer, Bahadur Cobava, Gürcüstan. The second place, Georgia.
və birinci yer Aleksandr İncic, Serbiya. And the first place from Serbia. Mükafatı təqdim edəcək Gənclər və İdman Naziri Fərid Qayıbov və Mr. Faid Gaibov, the Minister of Youth and Sports. Please. Leyla xanım, sizi yenidən səhnəyə dəvət edirik. Çox rica edirik. Leyla Əliyevanı yenidən səhnəyə dəvət edirik. Bugün bizimlə olduğu üçün bütün şahmat ailəsi adından sizə təşəkkür edirik. On behalf of all chess community, we would like to thank you, Ms. Leyla Hanım, for participation. Üçüncü yer tərtib olunacaq əvvəlcə. Üçüncü yer Vahab Şanal, Türkiyə. Sertifikat birinci yer üçün xüsusi ayrılan sertifikat hansı ki $12.000 birinci yerin sahibinə layiq görülür. The winner of the first place gets $12,000 Və Leyla xanım özəl kubok, birinci yer üçün hazırlanan xüsusi kubok təqdim olunur. and specially designed cup for the first place. Təşəkkür edirik. Thanks. Əziz dostlar, yarışın qalibi Aleksandr İncic nəsə söyləmək istəyir. Hello, everybody. Good evening. I would like to use this opportunity to thank organizers for inviting me to such a great event. This is my fourth time here in Baku, and I'm always happy to come again. Also, I would like to congratulate the main arbiter and the Guinness record holder, Mr. Gasanov, on a great success. And also, not less important, he seems to be a very, very lucky main arbiter for me, and I hope he'll be in great health. And it seems to me that I'm winning when he's main arbiter. Hopefully, we will meet many times more again in Baku. Thank you very much. Mən bütün təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm. Əslində qalsa Bakıda artıq turnirlərdə 4-cü dəfəyəm və burada olmaqdan çox xoşbəxtəm və şadam. Və şadam ki, mənim hakimim cənab Faiq Həsənov olmuşdur. Sizə uğurlar və uzun ömür və can sağlığı arzu edirəm. Əziz dostlar, gələn ilə Baku Open 2026 sizinlə sağollaşır. Bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Leyla xanım, təşəkkürlər sizə bizimlə olduğunuz üçün. Çox sağ olun, mərasimimiz sona çatır. Thank you very much, Ms. Leyla Hanım. Thank you very much.